Səhabələrdən biri ölüm ayağında övladlarına belə tövsiyə etmişdir. Var dövlət qazanın və onu yaxşı işlərə sərf edin. Çünki var dövlət səxavətli adam üçün bir şərəfdir. Üstəlik onun sayəsində alçaq adama möhtac olmursan. İnsanlardan bir şey istəməkdən çəkinin. Çünki bir şey istəmək insanın son qazancıdır. Bu xüsusda Peyğəmbərimiz sallallahu aleyhi və səlləm demişdir. İffətli olmaq istəyəni Allah iffətlidir. İnsanlara möhtac olmaq istəməyən kimsəni Allah kimsəyə möhtac etməz. Digər möhtəşəm hədisdə Peyğəmbərimiz belə buyurmuşdur. Birinizin ip götürüb bir şələ odun yığaraq belində bazara aparıb satması və bu səbəbdən də Allahın köməyi ilə heç kəsə möhtac olmaması onun üçün insanlara ağız açmaqdan daha xeyirlidir. Bir də ki bilmək olmaz, o adamlar ona istədiyini verəcəklər, yoxsa imtina edəcəklər.